Herkese salam dostlar. Kanalıma ve yeni YouTube videoma hoş gelmişsiniz. Sizlerle birlikte sual cevap edeceğiz. Şimdi yani təxminən 1 saat əvvəl kanalımda post paylaşdım ki, yaxınlıqda sual cevap videosu gələcək və suallar yazın. Və mənə hal-hazırda bir neçə sual gəldi və mən onlara planşetdən baxacağım. Siz isə ekranda görə bilərsiniz. Keçək ilk sualımıza. Biri yazıb favorite games. Yəqin ki sevdiyimiz oyunlardan, yəni sevdiyimiz oyunları soruşur. Mənim əslində çox da belə sevdiyim oyun yoxdur. Yəni mən axır heç oyun filan oynamıram. Artıq mənə bu maraqsız gəlir. Bəzən olur ki belə məntiq oyunları belə kubik kimi, adı Block Blast eləsiz məntiq kimi, yəni oyunlar oynayıram. Yəni belə keçək ikinci sualımıza. İkinci sualda isə yazılıb sevdiyin Sanrio. Sanrio yəni bilir yəqin çoxu. Hello Kitty, My Melody, Chromie, Cinnamoroll elə karakterlər Sanrio'dur. Mən də Sanrio'dan əlbəttə ki Hello Kitty'ni xoşlayıram. Və yəni o qədər sevirəm ki, demək olar hər şeyim, əşyalarımın 80-90% Hello Kitty'dir. Hətta belə bir brolokum da var. Çox şirindir. Bunu dostumla bərabər almışdıq. Keçək üçüncü sualımıza. Biri yazıb ki, sənə sıxıcı gələn bəzi şeylər. Yəni bu sualın cavabını tam da bilmirəm. Yəni mənə sıxıcı gələn bəzi şeylərdən biri eləcə belə boş oturub, yəni bir işlə məşğul olmamaq, hansısa bir işlə məşğul olmamaq. Və elə özü də mənə biraz belə oyun oynamaq, yəni çox yox, bəzən, bəzi hallarda sıxıcı gəlir. Və burada suallar var. Bir adam yazıb hamısını. O da mənim dostumdur, yəni. Bir neçə sual yazıb, indi onlara bir-bir cavab verəcəm. Deməli, dəyər verdiyin əşya. Mənim yəni əsasən dəyər verdiyim əşyam yəni tam da bilmirəm. Yəni bütün əşyalarım mənim üçün dəyərlidir. Yəni bunu belə cavablandırıram. Keçək digər sualımıza. Sevdiyin yemək. Sevdiyim yemək yəni olur çöl yeməkləri, fast food filan. Olur ev yeməkləri. Ev yeməkləri yəni xoşladığım yarpaq dolmasıdır. Sonra da çiftədir. Yəni favori 2 dənəm onlardır yəni. Yəni yarpaq dolması quru yemək olaraq, çiftədə sulu yemək olaraq. Çöldə də yəni fast food filan, onu yəni kim sevmir ki? Yəni elə şeylər də xoşlayıram, amma ilk növbədə ev yeməyi. Yazılıb ki, ən sevdiyin Blackpink qızı. Blackpink qızı bəlkə də bəziləri artıq təxmin eləmişdir. Mən bir çox videolarımda Jisoo'nun şəklini qoyuram və elə ən favori sevdiyim Blackpink qızı elə Jisoo'dur. Sonraki sual, ən sevimli YouTube kanalı. Bu suala biraz, yəni mənə biraz çətin gəlir, çünki mən yəni konkret bir kanallar izləmirəm, qarışıq bir şeylər, yəni qarışıq izləyirəm, hər kanaldan bir video filan. Və sevdiyim kanallardan da biri Dinaviz kanalıdır, o da həmin mənim bu yorumu yazan dostumun kanalıdır, maraqlı videoları var. Sonra bir də əlbəttə ki öz kanalımı da xoşlayıram. Yəni arada oturub elə də öz videolarıma baxıram. Sonra sinifimizdə ən əyləncəli bulduğum aktivite. Yəni sinifdə mənim üçün hər gün, yəni məktəb günləri sinifdə, yəni aktivite deməyək, mənim üçün çox əyləncəlidir də sinif. Yəni əsasən mən 5-ci günləri xoşlayıram, çünki orada belə STEM dərsi filan var, orada da nəsə düzəldirik, söhbət eləyirik. Yəni ən sevdiyim odur. Bir də 3-cü gündə saymaq olar. Bütün günləri sevirəm. 3-cü gün əsasən tarix filan var, onları da çox sevirəm. Bir də yəni
ingilis dili falan olan günlərdə çox sevirəm, çünki çox maraqlı keçir ingilis dili dərsimiz. Və bu sualda belə cavab verdik. Sonra oxumaq üçün hansı kitabları tövsiyə edər? Oxumaq üçün əslində mən bir neçə kitab oxumuşam. Məsələn, tövsiyə edərəm Alisa Möcüzələr Diyarında. Sonra Səfilləri tövsiyə edərəm. Sonra Amfibiya Adam tövsiyə eləyərəm. Tam da yadımda qalmayıb oxuduğum kitabların adları, hələ ki bunlar yadımdaydı. Bir də ki, belə bir hal-hazırda oxuduğum kitab var. Bunu da tövsiyə edilirəm. Yəni maraqlı kitabdır. İstənilən insanla maraqlı söhbət sənətidir kitabın adı. Və məncə sonuncu sualdır. Ən sevdiyim film Ölkənin Fərqi Yoxdur. Yəni mənim bir favori filmlər deyək, yəni saymıram, yəni mənim bir favori filmim olduğunu, amma yəni qarışıq filmlər izləyirəm. İstər Azərbaycan, istər Rus, istər Koreya, istər bilmirəm Almaniya filan, yəni ölkənin fərqi yoxdur dedi. Yəni ümumiyyətlə hansı filmlərə baxıramsa, yəni onları xoşlayıram. Və dostlar, videomuzda bu qədər. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Və əgər daha çox sual gəlsə, yəni əgər istəyirsiniz ki, part 2 çıxsın, o həmin postun altından çoxlu suallar yazın və mən də o part 2-ni çəkim. Sağ olun dostlar.